Salam çiçəklərim. Bu günləri gedirəm rəfiqəmin xınasına hazırlıq görməyə, daha doğrusu paltar seçməyə gedirəm. Paltarı Nisə xanımdan götürəcəm. Həm xınaya, həm toy üçün oradan seçəcəm. Çünki Nisə xanımın paltarlarını çox bəyənirəm. Demək olar ki, bir çox özəl günlərdə həmişə oradan götürürəm paltarları. Bu dəfə də dedim ki, gedim oradan götürüm. Çünki orada bir neçə paltar var. İnşallah ayın 9-u üçün onlar svobodludur. Çünki mən onlarda gözüm qalıb onları istəyirəm. Düşünürəm ki, bu vlogu elə indi başlayım, indi çəkim və xınaya bütöv hazırlıq, xınanın özünün hazırlığını görüm və xınanın özünü də çəkim. Bir tərəfdən də düşünürəm bunu tam bir ayrı vlog edeyim, xınanı ayrı vlog edeyim. Amma xınadırsa ən yaxşısı elə xına kimi də tam bütöv vlog olsun. Veyzdə yolu vurum. Təbii ki, veyzə öyrəşən bir insan olaraq veyzsiz heç yerə gedə bilmirəm. Nisə xanım yəqin ki, orada olar. Çünki Nisə xanımın orada olmağı çox istəyirəm ki, özü də məsləhətlər versin mənim bədən proporsiyalarıma uyğun hansı paltar olar deyə. Yollanaq, orada görüşərik. Aprelin 28-idir. Hava özü konkret oktyabr, noyabrın ortaları belə aparır da. Soyuqdur. Həqiqətən soyuqdur. Mən də hər dəfə bir ümidlə nazik geyinirəm. Kurtkalarım ümumiyyətlə palto, kurtka, bunların plaşın hamısını yığışdırmışam. Amma plaşın vaxtıdır. Pencəkləri də yığışdırmışam. Yəni heç pencək də yox olur ki, geyinim. Yalnız belə üst nazik geyimlərim var. Maşında yolanda düzdür. İstifadəyə ehtiyac olmur. Amma belə düşüb indi. Məsələn, bayaqdan fırlaram da, bir 15 dəqiqədə fırlaram, yer axtarıram parkovkaya. Biraz yuxarıda tapdım. İndi oradan düşüb ayağına getməli oluram deyənə mütləq ki, üstünə nəsə geyinməliyəm. Yol mənim də icazə versəz keçərəm. Təşəkkür edirəm, minnətdarım, sağ olun. Salam. Salam. Hoş gördük. Salam. Nisə xanım burada? Xınaya paltar seçməyə gəldim, amma toyun paltarını artıq seçdim. Sizə burada vlogda salmışam o paltarımı, deməyəcəm hansıdır. Bunlardan yenə baxıram. Xınaya da bir dənəsini bəyəndim, çox bəyəndim, çox qəşəng yaraşdı mənə. Amma bunları da gördüm. Deyirəm bəlkə geyinim. Bax bu yaşıl çox gözəldir, özü korsetlidir. Tam da prinsessa paltarına oxşuyur. Onu da geyinim. Bu da gözəldir. Bu da çox qəşəngdir. Gedirik salona. Birinci Ahidən bəzənir. Oradan sonra gedirik mənim salonuma. Mənim salon. Şəxsi salonuma. Şəxsi salon. Əslində gedirəm Jasminə baxmağa. Привет, скажи. Hə, sonra Naza hazırlaşacaq. Gedəcək təcili mənim paltarımı Nisədən götürməyə. Prosta çəmənlərdir. Mən kaş dünənləri paltarı götürərdim. Amma onu da təbii ki çatdırmadım. Heç nə olmaz. Görə bizim başımıza nə gəlir də. Yəni xınaya da saat 5-də orada olmalıyam. Normalda 6-ın yarısıdır. Mən 5-də orada olmalıyam. Çünki heç sevmirəm də harası belə tələsik hazırlaşmalı. Sən sevirsən? Kim sevirdi? Məncə heç kimsə. Çox qəribə sual idi. Xalabala. Missiya. Nasıl müştərisi yox? Gəldim namatımın yanına. Mən gözəlləşdirdim. Nəsə çıxacaq o yüzden. Ha, gözümdə. Bol əməliyyat edirik. Arada yığırına baxdan Belə çox gülməli görünürəm çünki adi bilənə Saroçkada saç makiyajdayam. Hal-hazırda Naza ilə Jasmini gözləyirəm. Gediblər. Mənə qoyub salonda üzəri gediblər kartoşka yeməyə və maşının açarı onlardadır. Mən də indi bu dəqiqə maşının yanında gözləyirəm ki, gəlsinlər, girim, oturum maşında. Bilsəydim çıxmazdım salondan. Mən nə bilim, onlar geç çıxacaqlar.
Kaçamak ediblər konkret. Xala bala. Saçım makyajımı çox bəyəndim, dəhşət bəyəndim. Amma belə təbii ki nitor qalırdı. İndi gedim patiyamı da geyinim, olacağım wow. Gözüm qızdaraqları. Hardasınız? Gəlin. Da. İndi gəldik Narmişkamızın yanına. Ayakkabını çıkar. No yıllardır. Narmişka, как дела? Нормально, yavaş. Narmişkamızın salonu. Çox ideal yerdədir. Super yerdədir, yer rahatdır. Çox qəşəngdir, aurası belə superdir, ləzzət edir adama. Narminanın ən gənc modeli Jasmin. Jasmini indi bu geyimdə görürsünüz, amma qəşəng birazdan geyinəcək, hazırlaşacaq o da. O bacı Jasmin, не делай так. Ondan sonra gelme süre. Diyeceğiz zaten. Yaşayacağız. Biz gəldik xınaya, Salam, çatdıq. xanım, İndi hamı çəkiliş edir, hazırlaşır, şəkil çəkilir, video çəkilir. Nazan, bu bizim son halımızdır, amma bütün halımızı da göstərəcəyik. Necə qaça-qaça hazırlaşdıq, yəni yolda yürü video çəkə bilməmişəm. Hər kəsə maraqlı olan təbii ki, xınada gəlinin xonçalarıdır. Maşın cehizi var gelinimin ay gelinimin Maşın cehizi var gelinimin ay gelinimin Yüzüne heset aparır göydeki ay gelinimin Yüzüne heset aparır göydeki Onlarımız hoş gördüğü her birinizi hoş gelip sefa getirmişsiniz bugünkü meclisimize. Bugün bilirəm ki her iki taraf için çok heyecanlı ve sevinçli. Bizlere kaselerimize eşk olsun. Gözəlsiz ha, bir dakika. Ne böyle valla. Ve inanın ki burada biz rəqs edirik, mənim əzizlərim. Çox gözəl rəqs edirik. Hamınız o kadar güzel seçmə paltalarda, o kadar dedi ki pastel tonlarda bilmirəm nə rəngdəyəm, özüm də bilmirəm. Və mənə yaraşır, ağzıma gələn eləyirəm. Və İndi siz gözəlsiz. İndi bura Şafanın çox maraqlı bir rəqsi gələcək. O rəqsi inanın ki neçə vaxtda hazırlayıb. Elə bir rəqsdir ki mən özüm həyecanla bu rəqsi gözləyirəm. Hazırıqsa artıq şovu hazırdır. Otursunlar. Qonaqlarımız əyləşsinlər və yerinizdən çəkiliş edə bilərsiniz. Çünki bu rəqs çok fərqlidir. Yenə də Mirvari Rəqs qrupunun mühtəşəm rəqsiyle videograflarımız, fotoğraflarımız xarcır biraz da arkaya gelin zəhmət olmasa. Çünki burada indi tam fərqli bir Şafanı görəcəksiniz.